Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ucarda vəhşi heyvanlar kəndə hücum edib. Hadisə gündüz saatlarında rayonun Alpolud kəndində baş verib. Gənc sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb. Ev sahibinin dediyinə görə ona təxminən 2500 manat maddi ziyan dəyib. Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər. Milli Məclis sədrinin müavini Rafael Hüseynova töhmət elan edilib. Xəbər verilir ki, buna səbəb Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan vitse-spikeri Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir. Belə ki, Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında bildirilib ki, BHP üzvü olan deputatın iclasda aparıcılığından sui-istifadə edərək partiya sədrinə qarşı bu cür davranışı nə etik, nə də siyasi baxımdan yol veriləndir. Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentindəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir və ona töhmət elan edilməsi barədə qərar qəbul edilib.